Satqınlar Birliği, Millətçilərin ayrılığı. Salam dostum. Məqaləni oxudum, çox sevindim. İllərdir ki, biz bu düşüncələri eyni düşüncələrlə daşıyıb, topluma yükləməyə çalışmışıq və çalışırıq. İranda yaşayan türklərin ictimai kəsimləri, sənin qeyd etdiyin iki bölümü, can Azərbaycançılar və mərz pərgövhərçiləri ilə məhdudlaşmır. Eyni zamanda rejimçi, dinçi, hətta solçu kəsimləri də əhatə edir. Bunları da görməliyik. Amma heyf ki, ən önəmli və dərin təsiri olan bir kəsimin mövcudluğunu görsək də, onların media və sosial media gücünü yetərincə nəzərə almamışıq. Bu qrupun sayı 3-4 min nəfər ola bilər ya da olmaya bilər, amma olduqca güclü hərəkət edirlər. Hətta bəzən milli hərəkatın tanınmış yazarlarından belə daha təsirli görünürlər. Bu qrup satqınlar qrupudur. Onlar özlərinin, vətənlərinin, millətlərinin, türklərin milli maraqlarını, vətənin milli qaynaqlarını, eləcə də bütün tarixi, torpaq və insani dəyərlərimizi İran Fars dövlətindən aldıqları çox az imkanlar qarşılığında pula satırlar. Bu qrupun nəzarət nöqtələri İran Fars dövlətinə bağlı olan gizli və açıq qurumların əlindədir. Onların 3-4 min nəfər olmasına baxmayın. Onlar bir mərkəzdən idarə olunurlar. Buna görə də bir ordu kimi mediada və sosial mediada birlikdə eyni zamanda müəyyən məqsədlər üzərində hərəkət edib təbliğat aparırlar. Təəssüflə demək lazımdır ki, bu qrupun birlikdə çıxardığı səs çox güclü görünür. Elə bil ki, millət daxilində bu 3-4 min nəfərlik ordunun səsi milyonlardan daha çox eşidilir. Onların məqsədi bəllidir. Azərbaycan və türk sözləri ilə bağlı adlar və başlıqlar altında danışır, xəbərlər, gülməcələr və videolar yayırlar. Onların iki mərhələli taktikası var. Birinci mərhələ gündəlik fəaliyyət. Böhransız günlərdə hər mövzuda yazır, danışır və paylaşırlar. Amma onların qırmızı xətti İran farsçılıqdır. Buna görə də İrana və İranşılığa ciddi şəkildə toxunmurlar. Ara sıra tənqidə bənzər sözlər də deyə bilirlər. Urmu gölü, Kürd məsələsi, adların dəyişdirilməsi və s. mövzulara birbaşa və ya dolayı yolla toxuna bilirlər. Amma ideoloji xətti keçmirlər. Rejimə qarşı bu azacıq mövqe göstərmələrinin səbəbi millət içində nüfuz və hörmət qazanmaqdır. Məqsəd odur ki, əgər bir gün İran Fars məmləkətinin daxilində və ya ətrafında dərin və geniş böhranlar yaranarsa, onlar alternativ qüvvə kimi ortaya çıxa bilsinlər. İkinci mərhələ, böhran dövrü. Böhran və qarışıqlıq çağlarında bu qrup daha sistemli, daha ordusal şəkildə rejimçi və İranşçı mövqelərlə önə çıxır. Onlara verilən əsas əmr dəyişməzdir. Nə bahasına olursa olsun, türk toplumunu susturmaq, hərəkətsizləşdirmək, qorxutmaq və evlərə qapatmaq. Böhranın dərinləşməsinə və genişlənməsinə imkan verməmək, rejimə vəziyyəti toparlamaq üçün zaman qazandırmaq. Bu məqsədlə bir neçə açıq taktika tətbiq edirlər. A. Pəhləvi qorxusu, pəhləvi gəlir, pəhləvidən çox qorxun, pəhləvi çox pistir deyərək etirazlardan çəkindirməyə çalışırlar. Küçəyə çıxmayın, hərəkət etməyin, inqilab etməyin deyirlər. Onların iddiasına görə əgər türklər də etirazlara qoşularsa, İran Fars zəifləyər və pəhləvilər hakimiyyətə gələr. Güya türklərin pəhləviyə qarşı seçimi yoxdur, çarəsizdirlər və pəhləvini qəbul etməlidirlər. B. Kürd mövzusu, Türk-Kürd qarşıdurması ehtimalı, torpaq məsələləri Kürdlərin silahlı olması qabardılır. Məqsəd türklərin etirazlarının digər xalqlarla birləşməsinin qarşısını almaqdır. Kürdlər türklərin ən təhlükəli düşməni kimi təqdim edilir. İran Fars dövləti hətta Sepah olmasa, Kürdlərin qarşısında kim dayanacaq kimi qorxu dolu düşüncələr yayılır. C. Qorxu və passivlik təlqini. Türk toplumu tutulmaqdan, öldürülməkdən, müharibədən qorxudulur. Yaxşı ki, ağıllı Azərbaycanlılar ayağa qalxmadı fikri təlqin edilir. Beləliklə, etirazların mənasız olduğu düşüncəsi yaradılır. D. Qoşulmamaq strategiyası. Azərbaycan heç bir hərəkata da qoşulmasın, gözləsin deyilir. Qoy Farslar, Kürdlər mübarizə aparsın, qalib gəlsələr biz sonra hərəkət etmədik yayılır. Tarixin təhrif edilməsi, Səttarxan Bağırxan kimi adlar önə çıxarılır, amma Pişəvəri, Xiyabani və 10 minlərlə şəhid fədainin adı çəkilmir. Çünki onlar türkçülük, Azərbaycançılıq və müstəqillik ideyalarının daşıyıcılarıdır. F. Yayındırma siyasəti. Böhran dövrlərində türkçə musiqi, rəqs, dil hüquqları, Urmu gölü mövzuları qabardılır. Əsas siyasi məqsədlər arxa plana atılır. Boş ümidlər satılır, qorxu yayılır. Şəhidlik təbliğatı, İran uğrunda ölən əskərlər Azərbaycan şəhidi, Türk şəhidi kimi təqdim edilir. Türk toplumunun etiraz potensialı zəiflədilir.
Bu proseslər fonunda milli düşüncəli fəalların vahid mərkəzi və komandanlığı yoxdur. Halbuki İran-Fars sistemində yaranan böhranlardan istifadə edərək müstəqil Güney Azərbaycan, Güney Türkmənistan və Qaşqayıstan dövlətlərini qurmaq tarixi bir imkan ola bilər. Türklər öz millətlərini və dövlətlərini qorumaq və qurmaq məsuliyyətini daşıyırlar. Bu məsuliyyəti başqa xalqlardan gözləmək doğru deyil. Ən saf Əli Hidayət